bizim Ada Film kanalının o zaman 2009-cu ildə bir kanalının məhz həmin musiqiyə müəlliflik hüququnu ələ keçirən, İstanbulda fəaliyyət göstərən PKK-nın idarə elədiyi bir şirkət bağlatmışdı. Bütün Azərbaycan musiqisini veriblər müəlliflik hüququnu həmin şirkətə, oturub İstanbulda ondan pul qazanır və Azərbaycan xalqı özünün nə xalq musiqisindən, nə bəstəkar musiqisindən istifadə edə bilmir. Bu özü də Heydər Əliyev fondunun xidmətlərindən biridir. Çünki bilirsiniz ki, Mehriban Əliyevanın xəbəri olmadan, fondun rəhbərinin xəbəri olmadan, hətta İlham Əliyev belə Azərbaycanda bir hərəkət eləmir. Ailə məsləhətləşirlər, sonra edirlər. Hörmətli millət vəkilləri və hörmətli bizi canlı efirlərdən izləyən soydaşlarımız. Parlamentin bugünkü iclası bir neçə iclas bundan öncə başlamış, dövlətçiliyimizə potensial təhdidlər seriyasından növbəti iclasdır. Yəni, dövlətçiliyimizə hansı sahələrdən, hansı formada təhdidlər gəlir, biz bunun davanını müzakirə edirik. Mən hörmətli Teymur bəyə bugünkü dərin məzmunlu məlumatına görə təşəkkür edirəm. Vaxtınızı çoxalmadan qıssacana bu fondun dövlətçiliyimizə və xüsusilə dövlətimizin iqtisadi əsaslarına təhdidlərindən danışacağım konkret. 1. Bu fond əslən vətənlər, hörmətli millət vəkilləri, Azərbaycanda rüşvətxorluğun genişlənməsinə və cəzasız qalmasına şərait yaradır. Niyə və necə? Çünki bütün dövlət məmurları, bütün iş adamları xərac oturdurub, bunlar ay bu ay mütləq fonda pul verməlidirlər. Pullardan almalıdırlar. Adam əmək haqqı alır məmur. O pullardan almalıdır. Rüşvətlə. Ona görə Azərbaycanda baxın, rüşvətxorların biri də cəzalandırılmır. Əksinə, fond tərəfindən, şəxsən Mehriban Əliyev tərəfindən himayə edilirlər. 2. Azərbaycanda korrupsiyanın genişlənməsi. Rüşvət, dostlar, hörmətli millət vəkilləri, korrupsiyanın ünsürlərindən biridir. Korrupsiya bir həyat tərzidir. Bankirlərin, iş adamlarının, cinayət aləminin, Yekaterinburgda olduğu kimi, Rusiyada olduğu kimi əlbir göstərdiyi bir fəaliyyətdir. Çox təhlükəli bir şey bir dövlət üçün. Azərbaycanda korrupsiyanın genişlənməsi və oturuşmasında da bu fond qeyri-adi rol oynayır. Bir dövləti məhv etmək istəyirsənsə, onun rüşvətə, korrupsiya, fəsləlan. Bu hansı yoldan olur? Bəxt dediyim kimi. Fond xəraca oturdu bütün məmurları, iş adamları hamısını. Bunlar pullardan almalıdırlar. Korrupsiyanı əlinə verirlər, dövlət əmlakını bacardıqları kimi uğurluyla talayırlar və fonda keçirirlər. Buna misal, daha da subut. Xanlar Vəliyev, onun qardaşı Gəncəni taladı, Yevrağı taladı, verdilər Gəncəyə rəhbər, Gəncəni taladı, o Yunus Səfərov olmasaydı, Gəncəni axıran sıxacaqdı. Cəzasız qaldı. Tərtər boyda bir cinayət törətdi Xanlar Vəliyev, apardı Konstitusiya məhkəməsinə. Niyə? Çünki bu fonda ən çox donor kimi yardım edən, pul keçirən ailələrdən, tayfalardan, məmurlardan biri Xanlar Vəliyevin tayfasıdır. Hardan alır pulu? Ordudan, rüşvətlə, korrupsiyayla, onunlu şərləməklə. Bu fondun dövlətimizə və dövlətçiliyimizə gətirdiyi təhdidlər məhz bunlardır. Söhbət sadəcə pul oğurluqdan getmir. Söhbət dövlət əmlakının oğurluqdan getmir. Bu dövlətçiliyə təhdiddir. Dövlət belə ola bilməz. Dövlətdə əgər dövlət səviyyəsində onun prezidenti, onun xanımı rüşvətxorluğu və korrupsiyanı həvəsləndirirsə, mükafatlandırırsa, bu təhdiddir, bu təhlükədir. Bunun qarşısını alınmalıdır. Baxın, fondun fəaliyyətində hansı cinayət tərkibləri var? Reketçilik. Ya hədər qorxu ilə pul tələb eləmək. Adamları oturdublar xəraca, pul verməyənləri işdən çıxarırlar, məcbur edirlər. Hamı pul keçirməlidir. Qorxan yoxdur ki, bu məmur ay boyda pul keçirir. Hardandır bu pul? Teymur bəy bayaqsan qeyd elədi, Ərəstun bəy qeyd elədi. Fondun fəaliyyəti qaranlıqdır, terror təşkilatı kimi fəaliyyət göstərir. Araşdırma yox. Məlumat yoxdur ki, mənbə hardandır, kimlər pul keçirir. Amma hamıya bəllidir ki, şəxsən mən özüm rayonların birində bir bundan öncə bizim bir yaxın qohum qız uşağı
düşmüşdü kənd Daşkəndə dərs deyirdi. Bir gün mənə valideyn dedi ki, ufaq deyir ki, mənim əməliyyatımdan hələ 2% pul tutular. Müəlliməm mən, niyə pul verməliyəm? Getdik həmin rayona. Orada axırda çox vaxtı qalmayacağım. Maarif şöbəsində müdürü mənə çəkdi qırağı, dedi ki, Ruhun bəy, bizə deyiblər ki, cəmaata deyək ki, bu müdafiə fondu üçün tutulur. Amma bilirsiniz də, Heydər Əliyev fonduna biz hər ay bütün müəllimlərdən pul tuturuq. Təsəvvür eləyin, müəllim deyib dağ kəndində dərs deyir, ona pul verməyə əvəzinə, onu mükafatlandırmaq əvəzinə rəsmi olaraq adamlar hesabına pul tuturlar, müdafiə fondu adına göndərirlər Heydər Əliyev fonduna. Bütün dövlət məmurları, müəllimlər, həkimlər hamısı oturdurulur xəraca. Nəticədə nə baş verir? Rəketçilik. Bu cinayət tərkibidir. İkincisi, dövlət və ictimai əmlakı talama. İlham Mehriban Əliyevanın şəxsən fəaliyyətində, əməlində, yəni Heydər Əliyev fondunun fəaliyyətində dövlət və ictimai əmlakı xüsusilə külli miqdarda talama cinayətin tərkibi var. Hamının gözü qabağında bu şeylə baş verir. Sonra cinayətkarların himayə edilməsi. Misal deyirəm Xanlar Vəliyev. Bu boyda cinayət törədən bir adamı həbs edilmək əvəzinə, cəzalandırmaq əvəzinə. Bu adamı mükafatlandırırlar Konstitusiya Məhkəməsinin hakimi. İndi biz burada sərhədlərin bağlanması ilə bağlı müraciət edirik Konstitusiya Məhkəməsinə. Orada bizim ərzəmizə kim baxır? Xanlar Vəliyev. Bütün bunlar hamısı Heydər Əliyev fondunun Azərbaycan dövlətçiliyinə təhdidlərdir, göstərdiyi qorxulardır, təhlükələrdir. Millət bunun fərqində olmalıdır. Və dostlar, ən dəhşətlisi nədir? Heydər Əliyev fondunun fəaliyyəti nəticəsində istintaq, prokurorluq və məhkəmə orqanları başdan ayağa qanunsuz fəaliyyətə məşğuldurlar. Məhz bu fonda görə, bu fondun fəaliyyətinə görə bütün məhkəmə sistemi, istintaq orqanları cinayətkarlıq fəaliyyətlə məşğuldurlar. İnsanları şərləmək, qanunsuz hökmlər. Niyə? Çünki bu müstəntiqlər də, prokurorlar da, bu prokurorluqla idarələr də və məhkəmələr də hamısı bu fonda pul keçirməlidirlər. Harada olmalıdır? Qanunsuz hökmlə, rüşvəti ilə. Yəni bir sözlə demək istəyirəm ki, Heydər Əliyev fondu Azərbaycan dövlətçiliyinə, onun iqtisadi və siyasi əsaslarına ən böyük təhdidlərdən biridir. Bu fondun fəaliyyəti dərhal dayandırılmalıdır. Mütləq araşdırma aparılmalıdır. Mehriban Əliyevə başda olmaqla bu quldur dəstəsi həbs olunmalıdırlar. Hamısının əməlində bir neçə qorxulu cinayət tərkibi var. Amma adamlar bugün vitse-prezident kimi, xalqı təmsil edən siyasətçilər kimi xarici dövlətlərdə boy göstərirlər. Bütün bu təhdidlərin qarşısını almağın isə bizə yolu var. Xalq parlamentinin ətrafında bütün xalqımızı birləşməyə dəvət edirəm. Əl-ələ verib dövlətçiliyimizi bu təhdidlərdən xilas etməliyik.